Hə. Bu bilirsiniz nətərdir? Elə bir şeydir ki, bu dərs prosesi elə bir şeydir ki, bu dərs prosesi mən hərdən bir yerə bənzətirəm. Elə deyim, bu məşq eləyir, komanda məşq eləyir, sonra da çıxır oyuna, həftə axırı oyuna çıxır da məsələn. Hə, bu məşq prosesi bu dərslərdir, bu məşq prosesi. Elə oyunçu var ki, ilk 11-ə düşür, elə oyunçu var ki, düşmür də. Elə oyunçu var ki, məşqçi şans verir ona, bir neçə dəfə şans verir, o özünü doğrulda bilmir. Məsələ də buradadır. Elə oxşarlıq var yəni. Ona görədir ki, və o özünü doğruldanlar komandaya yaxşı xeyir verir. Komanda necə xeyir verərik biz bunu bilirik ki, komandadır. Komandaya elə xeyir verək ki, bu qrupdan 80 pluslar çox olsun. Komandaya elə xeyir verə bilərik. Yəni bu həqiqətən bu güclü qrup olmalıdır. Bu qrup zəif yox, güclü qrup olmalıdır. Bir 3 nəfərin yüksək bal toplamağına yox. Bu qrupdan yəni 80, aşağı 80 olmalıdır. Aşağısı. Yəni 11-ci sinifin Azərbaycanla aşağısı 80 olmalıdır. Ona görə hər dərs yəni haqqını verin də onun. O dərsin haqqını verin. O məsələn haqqını verin ki, burada mən biləcəm ki, onsuz da nətərdir. Bax, biraz az çalışmısan, biraz az çalışmısan, çox çalışmaq lazımdır. Sənə gələn dəfə ehtiyat oyuncusan. Ehtiyat oyuncusan gələn dəfə. Onlar da anlatmayacaq. Amma ki, istəyirəm ki, həqiqətən çox mükəmməl olasınız da, yəni sadə şeylərdə ilişməsiniz. Hə, yaxşı ki, başlayalım deyil leksikologiya. Leksikologiya dilin lüğət tərkibi haqqında, dilin leksikası haqqında elmdir. Elmdir. Daha bu leksikologiya elmdir. Bir də dilin, deməli, nə haqqında elmdir bu? Dilin lüğət tərkibi haqqında. Deməli, sonra yazırıq ki, dilin lüğət tərkibi, və yaxud da dilin leksikası. Eyni şeylərdirlər. Yəni bu dilin lüğət tərkibi və yaxud da leksika sinonim anlayışlar kimi anlayılır ki, yəni başa eyni şeydir. Deyirəm ki, məsələn, Ziya, sənin leksikanda neçələr söz var? Deyəcəm, mən dəqiq bilmirəm, axır bir 20 min olar məsələn, ya 2 min olar məsələn deyək də. Yəni təxmin edirəm. Yəni ki, sən nə qədər sözün mənasını bilirsən, onu demək istəyirəm. Anladın mı? Nəriyiz, nətər deyirəm. Hə, eyni zamanda deyə bilərik ki, məsələn, Raul, neçədə lüğət tərkibində neçədə söz var? Sən də bir say deyə bilərsən. Təxminən bu qədər olar, ondan az olmaz məsələ deyək. Yəni, bunlar eyni anlayışlardır və bunlar dildə olan sözlərin cəmidir. Bax, bu ikisi bil, bunlar dildə olan sözlərin cəmidir. Dilin leksikasıdır. Burada hər cür söz var. Yəni məcazi mənalı söz var, həqiqi mənalı da var, leksik mənalı söz də var, qrammatik mənalı söz də var. Bunların içində. Bu elə ki bir qutudur da, seyirli bir qutudur. Onun içərisində sözlər var. Dildə nə qədər söz var, hamısı buradadır, dilin leksikasındadır. Və bunu öyrənən elmə deyirlər leksikologiya elmi. Anladıq mı? Elmdir. Yəni bu Azərbaycan dilinə aid olan termindir. Bunlar adi danışıqda istifadə edirlər ki, leksikanda az söz var sənin. Bu başqa şeydir. İndi dilin leksikada, yəni leksikologiyada sözlərin, burada olan sözlərin mənaları var. Bir, leksik mənası var sözlərin. Leksik məna. İki də qrammatik mənası var. Qrammatik məna. Yəni, dildə olan sözlərin iki də mənası var. Leksik mənası və qrammatik mənası. İndi isə bir ara baxaq. Leksik məna nədir? Söz deyilərkən ağlımıza nə isə bir anlayış gəlirsə, o sözün leksik mənası həmin anlayış. Məsələn, mən buna deyirəm ki, bu qələmdir. Bu qələm. Bu qələm nə üçündür bəs? Bu nə üçündür? Mən ağlıma gəlir ki, qələm sözünü eşitəndə bilirəm, yazı yazmaq üçün olan bir əşyadır. Deməli, bunun anlayışının mənası, yazı yazmaq üçün olan əşya belə birləşməsi leksik mənasıdır bunun. Deyirəm, su. Su nədir leksik mənası? İçmək üçün nəzərdə tutulan maye, məsələn deyik. Onun leksik mənası odur yəni. Anladıq mı? İnsan, leksik mənası nədir? Şuuru olan bir canlı. Şuurlu bir canlıdır insan. Hər söz. İndi bütün sözlər, bax, burada olan sözlərin iki dənə mənası var. Dilimizdə nə qədər söz var, iki dənə mənası var. Leksik mənası və qrammatik mənası. Qrammatik məna, bax, ona baxın nə deməkdir? Qrammatikaya aid olan məsələlər. Hansısa söz üçün qrammatikaya aid olan şeyləri ya sayırıq, ya yazılıbsa orada, əgər o qrammatik mənadır. Məsələn, dəftər sözü üçün yazılıb ki, konkret isimdir. Konkret isim sözü qrammatikaya aid olan məsələ deyil, onda onun qrammatik mənasıdır. Və yaxud da yazılıb ki, dəftər səliqəlidir, dəftər mübtədadır.
Mübtəda qrammatikaya aid olan bir anlayışdır da. Onda deyir ki, dəftər sözünün qrammatik mənasını göstərir. Və yazılıb oradakı dəftər mübtəda adı məsələn. Cümlənin baş üzvüdür və yaxud da. Onu götür o variantı, qrammatik mənası. Çünki qrammatikaya aid olan bir cavabıdır bu. Həmin sözə aid olan bir cavabdır yəni bu. İndi leksik mənanı isə bütün sözlərə aid eləmirik. Nitq hissələri var ya bizdə. Əsas nitq hissələri var, bir də köməkçi nitq hissələri. Bu hələ ona görə ayrılıb bunlar. Bu leksik və qrammatik məna məsələlərinə görə. Əsas nitq hissəsinin əsas nitq hissəsini eşidəndə ağlımıza bir məna gəlir. Deyirəm sən. Sən deyəndə yəni ikinci şəxsdə olan bir məfhum nəzərdə tutulur. Deyirəm ki, telefon danışmaq üçün olan bir əşya. Deməli bunlar telefon da isimdir, sən məsələn əvəzlikdir, əsas nitq hissələrdə. Bunlar leksik mənası var. Var. Bəli. Çünki onlar deyiləndə ağla nəsə gəlir. Bir də var köməkçi nitqçilər və şəkilçilər. Onların leksik mənası yoxdur ancaq. Ona görə köməkçi deyirlər ona. Məsələn deyirəm ki, deyək ki, haqqında. Haqqında deyən nə izah edəcəksən ki? Haqqında nə deməkdir? Haqqında ancaq onu izah edə bilərsən ki, qoşmaq. Ancaq izahın oraya kim çata bilər? Qoşma, aidlik qoşmasıdır, belə deyə bilərsən. Hə. Belə deyərsən ki, məsələn, deyək ki, məsələn, həm leksik, həm qrammatik mənası olan sözü göstərir. Hə, bu başqa məsələ. Yəni ki, nədir? Həm əsas, həm də köməkçi nitq hissəsi olan sözü göstərir. Ox. Ox sözü həm nida ola bilir. Ürəyindən tikan çıxardır. Ox, nə yaxşı oldu deyir. Bu ox sözü nida. Bunun mənası yoxdur. Sadəcə o bir heyrət bildirə bilər, nəsə bildirə bilər. Bir emosiya. Bir də ox nədir? Deyək ki, atırlar, ox atırlar məsələn. Hə, yəni silah. Deməli, leksik mənası var, isimdir onun. Yəni elə şeylər nəzər. Deyir ki, həm leksik, həm qrammatik mənası olan sözlər cərgəsini göstərin. Nəyə göstərəcəksiniz? Həm əsas, həm köməkçi olan sözlər. Məsələn, necə sözü həm əvəzli olur, həm də nə olur? Ədət olur. Görürsün, məsələ ondadır. Hə, indi kim başa düşmədi leksik və qrammatik mənanı? Leksik mənanı 4 metoddan istifadə edib 1, 2, 3 və 4. Qarşı tərəfə, yəni mənasını başa düşmür bir hansısa insan bu sözün. Onu 4 metoddan istifadə edib sözün mənasını izah edə bilərik. 1. Birbaşa məna. Birbaşa mənanı deyərsən. Deyək ki, həmin sözün mənasını bilməyən bir sinif yoldaşın var. Deyir ki, tərəzi nədir? Bilmir də adamdır. Tərəzi nədir deyir. Hə, olsun, sən tərəzini ona başa çal. Tərəzini deyirsən ki, əşyaları çəkmək üçün olan bir qurğu. Əşyaların çəkisini göstərmək üçün, çəkisini ölçmək üçün bir qurğudur. Yəni bunu nə edin? Sən nəyi dedin ona deməli? Birbaşa mənasını, leksik mənasını dedin ona. Anlattın onu. Bu da başa düşdü yaxşı. İndi ola bilər ki, sən birbaşa mənanı demirsən, sinonim seçirsən. Onun mənasını izah etmək üçün. Sinonim. Sinonim seçmək. Buraya yazırsan, əgər varsa. Antonimdə də yazacağım bu sözü. Bəlkə sözün sinonim yoxdur, heç nə edəcəksən? Tərəziyə nə edəcəksən sinonim, heç nə. Anladın mı? Yəni, varsa əgər deyəcəksən. Məsələn, deyək ki, ağ sözünün mənasını izah. Ağ sözünün birbaşa mənasını izah, ağ rəng deməkdir, rəng. Başa düşün, rəngdir. Bu birini keçdin sinonimdə seç. Ağ nə demək? Bəyaz. Sinonimdə dedin adama. Bir də antonim seçsən ağ sözünün. Buraya yazılan antonim. Qara. Bəlkə başa salmaq rahat olar da indi. Buraya yazılan antonim. Antonim seçmək. Yazırım, əgər varsa. Ağ sözünün antonim deyəcəksən, qara. Biri var ağ, bir də var qara. Onda tez başa düşəcək bəlkə də. Bəzi sözlər də var ki, onları bölməlisən. Parçalamalısan, belə deməlisən. Sözün, məsələn, deyək ki, 2 dənə hissəsi var. 2 hissəli sözdür. Hansı sözlər 2 hissəli ola bilər? Düzəltmə sözləri və mürəkkəb sözlər. Sadə sözün nəyi 2 hissəli olacaq? Bir dənə hissəsi var, sadə sözdür. Deməli, buraya yazırsan ki, hissələrə bölmək. Hissələrə bölmək. Dəmirçi sözünü izah edirsən adama. Dəmir metaldır, çi də peşə sənət bildirən şəkilçidir. Bax, nə dedim? Dəmir metaldır, qoydum bir kənara, bir hissəni izah edirəm. Bir dənə də çini izah edirəm. Peşə sənət bildirən şəkilçidir. Birləşdirdim bir-birinə dəmir işi ilə məşğul olan adam deməkdir, dəmirçi. Buraya yazırsınız ki, hansı sözləri bölə bilirik? Düzəltmə və mürəkkəb. Düzəltmə və mürəkkəb. Bəli. Belə parlaqdır, yaxşıdır belə. Belə çox olur.
İndi bax, bunlar vacib məsələlərdir ya. Sözün leksik mənasını izah etmək üçün 4 dənə metoddan istifadə edib qarşı tərəfə leksik mənanı izah edərsən. Birbaşa mənanı deyərsən, sinonimini seçərsən, antonimini seçərsən, bir də hissələrə bölə bilərsən. Sözün qrammatik mənasını isə bir neçə formada, yəni qrammatik məna deyəndə nə ağla gəlir, onlar yazacaq. Bura ki, qrammatikə aid olan məsələlər. 1. Hansı nitq sualı, sözün sualı. Sözün sualını qeyd edirsənsə, deməli sözün qrammatik mənasını göstərəcəksən. Sözün sualı. Əgər varsa, bəlkə yoxdur sualı. İkincisi, hansı nitq hissəsi olmaq? Nitq hissəsini. Nitq hissəsi. Bilirsən, isimdir, əvəzlikdir, feildir, qoşmadır, ədatdır, nəsə. Yəni, hansı söz ki, əgər sən onları qeyd eləmirsənsə, ya görmürsənsə variantı, deməli o qrammatik mənadır. Sonra, üçüncü, xüsusiyyətlər. Nitq hissəsi kimi xüsusiyyətlər. Bax, hər nitq hissəsinin öz xüsusiyyəti var. Buraya yazırıq ki, nitq hissəsi kimi xüsusiyyətlər. Məsələn, ismi xüsusiyyətlər var, təkdə, cəmdə olmaq, ümumi xüsusi olmaq, konkret mücərrədə olmaq, hallanmaq, cəmlənmək, mənsubiyyətə görə dəyişmək, sifətin xüsusiyyəti nədir, dərəcələr, sayın xüsusiyyəti nədir, müəyyən miqdar, qeyri-müəyyən miqdar, sıra, nə belə onların xüsusiyyəti, feilin xüsusiyyəti nədir, təsvirlənən, təsvirlənməyən. Axı, o qədər hər nisqəsinin öz xüsusiyyəti var da. Hə. Sonra, dördüncü, cümlə üzvü. Hansı cümlə üzvü olmaq? Çox, bitdi. Deməli, hansı cümlə üzvü olması. Cümlə daxilindədirsə, əgər tək verib sözünü, harada cümlə hansı sözü yox. Cümlə daxilindədirsə, cümlə üzvünü də qeyd edə bilərsən. Deməli, nəticə etibarilə sözün qrammatik mənası və sözün leksik mənasını 4 anlayışda cəm edirik. 4 anlayışda. 4 anlayışda sözün leksik mənasını izah edirsən, 4 anlayışda sözün qrammatik mənasına aid olan məsələlərdir. Yadda qalar, sözün qrammatik mənası və leksik mənası. Sual oluna bilər ki, sözün leksik mənasını, məsələn deyək ki, 4 metoddan istifadə edib qeyd etmək olar. Yox, səhv. Səhv olan cavabdır. Niyə? Çünki bu sadə sözün necə hissələr böləcəksin sən. Amma bəlkə birinin antonim yoxdur, bəlkə birinin sinonim yoxdur heç. Bildin? Amma birbaşa məna, əgər leksik mənası varsa, o sözün birbaşa mənası mütləq olmalıdır. Biz bilməsək də, bilsək də, onun leksik mənası vardır demək. Kimin sualı var? Bu məsələyə aid. Varsa verin. Başa düşmədiyiniz. Hə, indi keçirik həqiqi məcazi məna. Bu həqiqi neçinci yoxdur? Həqiqi məna və yaxud da dominant məna. Dominant məna. Yəni, eyni şeylər. İkincisi də var uşaqlar, məcazi məna. Ona nə deyirlər? Törəmə məna. Yəni, həqiqidən yaranıb deyənə. Törəmə məna. Məcazi məna 3 nitq hissəsində olur. İsim, sifət və feil. Ən çox da feilləri deyirik həmişə ki, ən çox feillər. Sadə feillərin əksəriyyəti məcazi mənalı sözlərdir. Sadə feillərin əksəriyyəti məcazi mənalı sözlərdir. Və məcazi məna, uşaqlar, həqiqi mənadan yaranıb. Söz ilk dəfə həqiqi mənada olub və ondan yaranıb, ondan törəyib məcazi məna olub. Məsələn, deyək ki, qara sözü ilk dəfə əşyalar üçün istifadə olunur. Qara paltar, qara maşın belə. Sonra fikirləşirlər ki, ay bu qaranı görəndə nəsə bir boğuq bir şeydir. Yəni bu ürəyə yatan deyil, ürək açmır, rəngarəng deyil. Gəl insanın günləri pis olanda da deyək qara günlər. Qara bəxti var. Yəni ona baxanda heç bir şey xoşa gələn rəngarənglik görmürsən orada. Öldü mü? Nədir? Qaranı həqiqidən getirdi, məcaziyə çevirdi. Yəni nəticə etibarilə sözlər ilk dəfə həqiqi mənada olurlar. Bəs məcazi mənanı necə tapmaq lazımdır? Məcazi mənanı necə tapılar? Baxırsan ki, bu söz həqiqətən yerinə uyğundurmu, yoxsa yerinə uyğun deyilmi? Məsələn, deyirsən ki, demək ki, Çinar rəqs edirdi. Bax, bu bir. İkincisine deyirsən ki, qızıl payız
payız. Qızıl payız nəğmə qoşur qızıl qəlbli insanlara. Nəysə, lazım deyil varsa. Hə, indi bax burada məsələ nədir? Bu 1, bu 2. Bu rəqs etmə ikisi birlikdə qrafonun feildən bilirik. Bu 1, bu da 2. Necə müəyyən edirəm ki, məcazi hansıdır, həqiqi hansıdır? Baxıram birinci bura, Çinar. Ha, Çinar o Çinardır da. Bildiyim Çinardan söhbət gedir. Bax bir dənə Çinarı görürəm orada, baxıram deyirəm o Çinar rəqs edir. Əla. Mən deməli Çinarı görmüşəm, olduğu Çinardır. Bu həqiqi. Bu həqiqi. Həqiqi. Baxıram ki, rəqs etmək onun yanında olmalı deyil. Çinarın yanında olmalı deyil bu rəqs etmək. Onun yeri düz deyil. Deməli, yeri düz olmayan söz məcazi mənalı sözdür. Ədəbiyyatçılar bunun təsvir vasitələrindən əlaqədən yaxşı bilirlər. Amma indi ədəbiyyatçı olmayan da olur da. Bax, deyək ki, qızıl payız. Baxıram ki, burada ədəbiyyatçılar bilir ki, bu epitetdir. Epitetin də birinci tərəfi məcazi mənada olur. O heç, onu qoyduq kənara. Ədəbiyyatçı deyiliksə. Deyir ki, məsələn, bax, qızıl payız metodumuzuna gedirik də. Bu qızılın yeri düz deyil. Bu qızıl üzüklərin onun yanında olmaz. Əşyaların yanında olmaz. Düzdür, saat, belə şeylər. Bu payız ancaq payızdır. Bəli, mən payızda gedirəm, gəzirəm meşəni, deyirəm qızıl payız. Yəni, oxşatma var orada. Payız o bildiyim payızdandır. Amma qızıl bildiyim qızıldan deyil. Onda məcazi olan hansıdır? Birinci olan söz. Görün, mən nətə yanaşıram məsələyə? Öyle test çıxa bilər qabağınıza ki, rəqəm qoyula bilər, məcazi mənalı sözləri qeyd edin, göstərin, mətnə aid ola bilər, qrammatikaya aid ola bilər, hər nəyə aid ola bilər. Yəni, metod belədir. Ədəbiyyat metoduna getsəz daha yaxşı olar. Ədəbiyyat metoduna getsəz də, mən deyəm metodla müəyyən eləyin. Keçdik. Sualı varsa verin, sual yaransa verin. Tək mənalı, çox mənalı. Tək mənalı sözlər. Çox mənalı sözlər. Yalnız bir mənası olan. Yalnız həqiqi mənada işlənən sözlərə tək mənalı sözlər deyirlər. Yalnız bir mənası demirəm. Testdə var elə, kitabda verilir. Əgər sözün məcazi mənası yoxdursa, işlənə bilmirsə, o tək mənalı sözdür. Əgər sözün məcazi mənası varsa, işlənə bilirsə məcazidə, həmin söz çox mənalı sözdür. Və belə deyirik ki, məcazi mənası, sözün məcazi mənası varsa, o çox mənalı sözdür. Belə yazır. Sözün məcazi mənası varsa, o söz çox mənalıdır. Bəs mən tapa bilmirəm, ağlıma gəlmir, çox mənalı, həmin anda nə edəcəm? Onda bayaq məcazi mənalı demək, nitqsələr məsələsinə. Görün, heç ağlına gəlmir, bu feildir, bu söz həmini götür. Amma işte demirsən, amma məcazi, götür onu çox mənalı. Çünki o çıxacaq. Demişdim, axı feillərin əksəriyyəti sadə feillərdən düzün söhbət gedir. Amma elə götürün də siz, yəni, axır, heç götürməməkdən yaxşıdır, yəni. Heç olmasa bir balaca metodda olsa, odur, yanaşmaq lazımdır. Məsələn, çıxıb qabağımıza ki, üz sözü, üz. Üz sözü çox mənalıdır, yoxsa tək mənalıdır? Hə, çox mənalı. Niyə? Kitabın üzü var, suyun üzü var. Ola nədir? Məcazidir. İnsanın üzü həqiqi. Bir də məcazidə heyvanın üzü. Düzdürmü? Hər düzdür, heyvanın üzü məcazi deyil, həqiqidir. Diqqətli qulaq asın. Heyvanın üzü məcazidir. Həqiqidir. Suyun üzü məcazidir amma. Düzdürmü? Hə, insanın başı, qoyunun başı. Hansı məcazidir? Heç biri. Çünki insan mənim üçün baş nədirsə, qoyun üçün oldu da elə baş. Yəni, funksiya orada, yəni başında eynilik içində biləm. Yaxşı, deyirik ki, çox mənalı söz necə tapırıq? Sözün məcazi mənası varsa, o çox mənalı sözdür. Belə tapırıq. Hə? Top sözünün məcazi mənası yoxdur. İki mənası var. Amma ikisi də həqiqidir. O homonimə getdi artıq. Amonim yanına getdi çıxdı. Amonimə çox mənalı oxşarı oldu ki, iki də mənası olur. Məsələn, insanın ayağı, kəndin ayağı. İndi bu çox mənalıda nə var? Məna bağlılığı var tərəflər arasında. İki tərəflər deyəndə biri həqiqi, bir məcazi. İki dənə söz mənası olmalıdır. Tərəf ona görə deyirəm mən. Hə, insanın ayağı da aşağı hissədə, kəndin ayağı da aşağı hissədə. Məna bağlılığı buradadır. Quşun, yox, quş demirəm. Ağacın qolu, insanın qolu. Nədir? Yan hissədə. Bağlılıq ondandır. Fikrə getmək, fikirlərdən bir fikirdən digərinə keçirsən, hərəkət edirsən. Beynin hərəkət edir, fikirləşir. Bir də var ki, yol getmək. Burada da hərəkət edirsən. Bağlılıq ondan ibarətdir. Yəni, nəticə etibarilə deyir ki, çox mənalı sözlər arasında, tərəflər arasında bir bağlılıq olur. Yəni, nə üçün də o bağlılıq? Yaxşı, belə getməlidir. Onu əzbər yazır. Mən nə demişdim? Dedim ki, bütün məcazi mənalı sözlər harada yaranır?
həqiqidən yaranır da, düzdür? Həqiqi əsas, həqiqinə bağlılığı var da, onun elə belə yaranmır ki. Oxşadır da ona. Qızıl saat yaxşı bir şey olduğuna görə xoşu gəlir adamın. Bir də qızıl faizdən də adamın xoşu gəlir, sarı yarpaqlardan. Görürsən, qızıl xasiyyətdən də xoşun gəlir, qızıl sözdən də xoşun gəlir. Və insanlar fikirləşib ki, qızıl yaxşıdır, qiymətlidir, qoy qiymətli olanlara qızıl deyək. Ona bənzətmə də. Gördün, oxşarlıq nədir? Qiymətli olmaq. Hamısı qiymətlidir. Yəni, nə dedik? Törəmə məna. Əgər, bax, bu qələmdir. Bax, bu qələmdir. Bir dənə də bunun yanında bir dənə də qələmdir. Məsələn, baxın. Bu da bir qələmdir, bu da. İndi bu əsasdır. Bu birinci qələmdir, bu köməkçi qələmdir. Mən deyirəm ki, bu dominantdır, həqiqi mənadır, dominant mənadır. Buna törəmə deyil. Törəmə nə deməkdir? Yaranıb da ondan. Necə törənsin ki bu? Havadan düşmədi ki, bundan yaranıb da buna keçib. Nə yazmışdım bayaq? Törəmə məna. Yəni, bağlılığı var da arasında. İndi testləri də götürürsünüz ki, çox mənalı sözlərin tərəfləri arasında nə olur? Məna bağlılığı olmalıdır. Birdən görürsünüz, yəni bilin ki, o məsələ oradan gəlir. Yaxşı. Çox mənalı sözlərin bir digər qaydasını dedik onu eyni nitq səsi olmağı deyək. Tərəflər həmişə eyni nitq səsi olur. Tərəflər həmişə eyni nitq hissəsi olur. Bax. Bayaqki məsələdir də. Bayaq dedimsə, məsələn, qızıl payız, indi də qızıl söz. Bu qızıl elə eyni şey qaldı da. Biraz bənzədib. Bənzədib demək, mənşəyini danmaq demək deyil ki, qızıl isim idi də əvvəldə, birinci yanından. Törəməsi də isim olacaq da onun elə. Anladıq nə demək istəyirəm? Yəni, biraz formasını dəyişdi deyənə, məcaziləşdi deyənə, o demək deyil ki, nitq hissəsi dəyişəcək. Və belə yadda saxlayacaq, uyğunlaşdırma ilə. Sadəcə olaraq, belə deyək, həmişə yadda saxlayaq ki, çox mənalı sözlərin tərəfləri həmişə eyni nitq hissəsi olur. Belə yox. Niyə eyni nitq hissəsi olur? Və niyə məcazi olur? Törəmə nə deyib? Bunları bilmək lazımdır. Yəni, əlaqələndirib öyrənmək lazımdır neysə. Həmişə o yadda qalır, uzun müddət yadda qalır elə. Amma amonimdə belə deyil. Amonimdə belə deyil. Eyni də ola bilər nitq hissəsi baxımından. Müxtəlifdir. Əqrəb. Əqrəb isimdir, həşərat. Saatın əqrəbi də isimdir. Düzdür? Bu eyni qoyduq kənara. Bir dənə də deyirsən inci. Bir dənə inci feil. İnciməkdən söhbət getdi. Bir dənə də inci qiymətlidən söhbət getdi. Nə əlaqəsi var bunların arasında? Heç nə. Əlaqə yoxdur. Amonimdə əlaqə olmur tərəflər arasında. Çünki hamısı həqiqi olur axı. Yəni törəməlik yoxdur orada heç nə. Bir də ki, amonimin eyni də ola bilər, müxtəlif də ola bilər. Amma çox mənalı sinonim, antonim. Oxşarlıq odur ki, eyni nitq hissəsi olur. Birinci tərəflə ikinci tərəf. O feildir, bu da feil. O sifət, bu da sifət. O say, bu da say. Bildik, yadda saxlayaq bunu. Çox mənalıdan keçdik. Keçdik çox mənalıdan, uşaqlar. Frazoloji birləşmələr. Frazoloji birləşmələr sabit söz birləşmələri. Sabit söz birləşmələri. Sabit söz birləşmələri. Sabit yəni dəyişməyən, olduğu kimi qalan birləşmələr. Məsələn, deyək ki, gözü kəlləsinə çıxmaq. Frazolojidir. Toy tutmaq. Məsələn, belə şeylərdə. Yas tutmaq, toy tutmaq. Hə, indi baxın, bunun bir dənə mənası var. Nədir o? Gözü kəlləsinə çıxmaq. Nə var? Gözümüz kəlləmizə çıxır, hə? Təəccüblənəndə, ay sağ ol, orada təəccüblənmək. Təəccüblənmək. 3 dənə söz, bir dənə təəccüblənmək mənasını verir. Və onun üçün deyirəm ki, onlar hazır var, sabit birləşmələrdir. Sabit nə işləyirəm? Dəyişənməzsən. Göz sözünü başı qolu kəlləsinə çıxmazı deyəməzsən. Yəni, dəyişə bilməzsən bunları. Hazır var bunlar. Frazoloji birləşmələr hazır lüğətdə var. Heç kim onları dəyişə bilməz. Bir sözünü var. Məsələn, cin atına minməyi, deyək ki, şeytan atına minmək deyəmərik biz. Çünki o var, o hazırdır. Bax, sabit. Dəyişməz. Heç vaxt dəyişmir. Və bu birləşmələrin heç vaxt tərəfi də olmur. Əsas. Söz birləşmələrinin iki tərəfi olur. Aslı tərəf, əsas tərəf. Bunlarda isə tərəf olmur. Tərəf olmur. Çünki burada tərəf olmaq üçün bir dənə şey olmalıdır da. Bu birdir, bu da iki. Bildin mi? Hədəf var da. Bu birinci hədəf, bu da ikinci hədəf. Burada hədəf yoxdur. Bu elə birbaşa özü bir hədəfdir.
Ölçün. Nə sayılır bu nitq hissəsi baxımından? Feil. Bu 3 dənə söz bir dənə feil sayılır. Bax ha. 3 dənə söz bir dənə feil sayılır. Yəni bu tərəf hardan oldu ta bunda? Tərəf olmaq üçün 2 dənə nitq hissəsi olmalıdır. Biri burada, biri də o tərəfdə olmalıydı. Ki o, hə? Başqa da ola bilər. Bəli, başqa da ola bilər. Var elə frazeologilər var ki, isimdə olan, sifətdə olan axır lesin tabana isimdə ayrıca olar. Yəni ki, onu demək istəyir ki, bunlar mənasını itiriblər. Burada göz o deyil, kəllə o kəllədən deyil, çıxmaq da o çıxmaqdan deyil. Və bunun tərkibinə daxil olan sözləri nitq hissəsi kimi baxmaq heç vaxt olmaz. Morfoloji təhlilində zata lazım olur. Deyər ki, kəlləsində sözü yönlük halda işlənmiş isimdir. Səhvdir, düz. Var, əslində yönlüyə oxşayır. Səhvdir, niyə? Onu tək-tək baxmaq olmaz. Bax, bura müdaxilə eləyə bilməzsən bunun içərisinə. Müdaxilə elədin frazeolojidən əsərləmək qalmadır. Deyəcək ki, çıxmaq məsləhətdir, düzdür dünya? Səhvdir. Məsləhət üçün nə demək? Bunu çıxmaq məsləhət deməsin. Nə gərək? Bizə nə desin? Gözü kəlləsinə çıxmaq məsləhəti qeyd desin. Hamısını qeyd sözləndirsin. Anladıq nə demək? Tək-tək heç vaxt baxmayın frazeoloji birləşmənin tərkibinə daxil olan sözlərə. Baxdın, səhv eləyəcəksən. Baxırsan, bilirsən ki, gözü sözü isimdir. Düzdür, göz. Yazır ki, variantların birinə. Doğru, məsələn, nümunəni göstər, doğru variant. Göz sözü konkret isimdir. Deyirsən, nə yaxşı tapdım mən belə variantı, dair elədim, ağıra çıxdı səhv. Niyə? Çünki onun tərkibinə müdaxilə eləmək olmaz. Tək-tək sözlərə baxmaq olmaz. Yadda qalar. Çox. Və sabit birləşmələr deyirik bunlara. İndi bir şey də yazır bunlar haqqında. 2. Testlərə düşən məsələlərdir. Frazeoloji birləşmələr məzmunca dəyişməzdir, sabitdir, dəyişməzdir. Formaca isə dəyişkəndir. Bax, yazıram bura ki, bu 1. Deyirəm ki, frazeoloji birləşmələr məzmunca dəyişməzdir və yaxud da sabitdir. 2. Frazeoloji birləşmələr formaca dəyişkəndir. Niyə? Bax, burada çıxmaq eləmişəm, gözü kəlləsinə çıxmaq. Mağı çıxar oradan anda qoy, əndə qoy. Gözü kəlləsinə çıxanda. Bir dənə andanı çıxart, an qoy ora. Gözü kəlləsinə çıxan. Bir dənə o anı götür, dır qoy ora. Gözü kəlləsinə çıxmaqdır. Məsələn, danmaqdan sonra qoyaq. Sonra nə deyəcək bura? Gözü, nə bilim, nəsə də şəkilçilər qoya bilər, qrammatik şəkilçilər qoya bilərsin. Amma sən bunu deyir ki, məzmunca. Neynəsən də tərcüblənmək qalacaq da mənada, məzmunda. Cin atına minmək. Minmək deyirəm. İndi baxın, əsəbləşmək də cin atına minmək. Deyirəm ki, cin atına minəndə əsəbləşmək qaldı məzmununda. Qaldı. Amma şəkilçini dəyişdim ha. Deyirəm ki, cin atına minəndir. Əsəbləşmə qaldığı məzmununda dəyişmədi ki, amma forması dəyişdi. Dir elədim ora, nə bilim, ən qoşdum ora. Testlərə belə düşür. Frazeoloji birləşmə məzmunca dəyişməzdir, amma testlərə tərsinə düşür, səhv eləmək üçün. Formaca isə, forması yəni şəkilçi qoşub dəyişə bilirsən. Bildik, yadda saxlayaq onu frazeoloji birləşmə üçün. Yaxşı, frazeoloji birləşmə ilə bağlı vacib bir-iki də məqamı dedim sizə. İndi frazeoloji birləşmələrin amonim, sinonim və antonimliyinə baxaq tez-tez. Sonra bir-iki dəqiqə fasilə edirik. Təzə səhifə keçək. Frazeoloji birləşmələrin amonimi, sinonimi, bu laf əvvəldə yazıram, sinonimi və antonimi hər zaman frazeoloji birləşmə olmalıdır. Birləşmə olmalıdır. Bu heç, bu qaldır. Yəni, frazeoloji birləşmənin antonimidir, amonimidir, buna başqa adi sözlərini verə bilirsin.
Deyək ki, amonimlikdən danışaq. Bu hissə olsun amonimlik, bura olsun sinonimlik, bura antonimlik. Bura amonimlik. Amonimlik, sinonimlik, antonimlik. Antonimlik. Hə, amonimlik deyəndə amonim biz bilirik ki, iki mənası olan sözlərə amonim deyirlər. Eyni cür yazılır, eyni cür deyirsən, amma iki dənə mənası var sözün. Deməli o sözün o söz amonim sözdür. Burada da elə frazoloji birləşmələr var ki, onlar eyni cür yazılı deyilir, amma iki dənə mənası var. Məsələn, deyək ki, söz vermək. Söz vermək. Söz vermək iki dənə mənası var. Biri vəd etməkdir, vəd etmək. Yəni söz verirəm, gələcəm. Bir də ki, çıxış etmək. Və görürsən iki də mənası var. Bəli, var. Deməli, söz vermək necə frazoloji birləşmə deyil? Amonim frazoloji birləşmədir. İki dənə mənası var axı. Anladın mı? İki dənə mənası varsa, gəl frazoloji birləşmədir. Onda o amonim frazoloji birləşmədir. Hə. Və belə deyirik də, məsələn, birini yazıram bura, can vermək. Can vermək topluluqda var. Can vermək iki dənə mənası var. Biri, yağış torpağa can verdi, yəni canlanmaq. Canlanmaq. Bir də var, can verir, ölmək. Düzdürmü? İndi bax, səhv nətə verir. Deyir ki, can vermək frazoloji birləşməsinin nə bilim mən, antonimi ölməkdir. Yox, dirilməkdir. Səhvdir. Niyə? Ay, sabah var, əvvəldə yazmışım elə, birincidən. Amma dirilmək frazoloji deyik. Ona görə düzcə məna baxımından əkslik var. Amma sayılmır. Çünki o qrammatik qayda var orada. Yaxşı, iki dənə mənası olan frazoloji birləşmələrə nə deyəcəksiniz? Amonim frazoloji birləşmələr deyəcəksiniz. Bir də diqqət edəcəksiniz. Ol, et, bil. Onları frazoloji bəzən deyirik, bəzən demirik. O, ol, etin mənasının asılı olaraq. Məsələn, kömək etmək. Deyirsən, mən kömək nətə yerinə etdirəm, belə. Nəsə, axı kömək etmək frazoloji deyil. Niyə? Bir dənə feildir də, o, ol, et, bilə diqqət edin. Onlar həmişə, nətə deyim, ola bilər, olmaya da bilər. Yaxşı, sinonimliyə aid bir dənə nümunə yazaq. Sinonimliyə aid məsələn deyək ki, dil ötmək, dil ötmək. Yəni nə deməkdir bu? Bəli. Bir də nətər deyək? Dil otu yemək. Dil otu yemək. Bir də nətər deyək? Dil boğaza qoymamaq. Dil boğaza qoymamaq. Deyir ki, dil ötmək frazoloji birləşməsinin antonimi susmaqdır. Düzdür? Bax, həmin məsələyə gəlsə bayaqdır. Çünki susmaq frazoloji deyil. Düzdürmü? Əkslik var mənasında, amma sayılmır o. Bir də antonim də yazaq. Antonim məsələn nətər yazar bunu? Deyir, bunu yazaq elə, dil ötmək. Onun əksinə olar çalar. Aysə onu dil ötmək. Bir dənədir ki, ağzına su alıb oturmaq. Bir dənə də nə olar? Ağzını tutullamaq. Ağzını tutullayıb elə oturub danışmır. Neysə, bu belə. Bu frazoloji nə yekunlaşdırdıq? Bildik əsas məqamları, anlayışları, amonimlik, sinonimlik və antonimliyə diqqət edirsiniz. Başda verilən qaydaya riayət edirsiniz. Əvvəllik qaydaya. Keçdik amonim. Yox, amonim yox. Nə qədər vaxtımız qalır? 25 dəqiqə yaxşıdır. 20 dəqiqə şey olmaz. 1 dəqiqə. Davam edirik. Amonimlər. Amonim eyni cür deyirsən, eyni cür yazırsan, amma sözün mənası başqa çıxır. Başqa cür mənalar verir, yəni iki dənə. Elə sözlər amonimlər deyilir. Deyilir ki, yazılışı eyni mənaları müxtəlif olan sözlərə deyilir. Bax, deyir ki, deyiliş, yazılış eyni olsun gərək. Mənalar müxtəlif olsun gərək. Mənalar
müxtəlif. Deyiliş yazılışı eyni olsun. Bu deyiliş yazılışı elə belə deyil. Burada elə bir söz tətiri yazılmıyor bura. Bunlar vacibsizdir. Bax, sonra alın sözünə bax, amonim deyil, bax, bunları görək. Neysə, amonimlər uşaqlar. Birinci qayda olaraq deyirik ki, amonimlər üçün deyirik ki, hardan başlayayım amonimlərə? Həm eyni, həm də müxtəlif nitq səsi olur. Eyni, məsələn, aşıq isim. Bu aşıq nədir? Sümük. Ayaqda olan sümük. Bir də deyirsən aşıq. Məsələn, ifaçı. Bu nədir? İsim. Bu da isim. Yəni ki, eyni də ola bilər. Bir də deyirsən ki, məsələn, gül. Gül, feil. Bir də deyirsən gül, isim. Amonimlər həm eyni, bunu bir şeylə, şartlıya alaq, belə ki, həm eyni, həm də müxtəlif nitq səsi ola bilər. Nitq hissələri olur. Tərəflər həqiqi mənalı olur. Ona razı deyil bizə. Yaxşı, amonim sayılmır. Deyək ki, buraya yazaq. Amonim sayılmır. Amonim sayılmır. 1. Homograflar. Homograf vurgusu fərqli olan sözlərdir. Vurgu fərqi. Homograflar. Məsələn, deyək ki, şaxta. Şaxta bir dənə soyuq, bir dənə də şaxta. Vurgusu fərqlidir. Şaxta olanda yerin daxilində nəsə iş görür orada mədənçilər. Düzdürmü? Biri buradadır, biri də buradadır şaxta. Bir sayaqla kifayət edir. Bax, elektrik cəryan deməkdir. Bir də nətər? Elektrik təmir edən. Düzdürmü? O işlə məşğul olan. Romantik. Şeirin adıdır romantik şeir. Necə şeir? Sifət. Bir də romantik. Həmin şeir yazan şair Hüseyin Cavid məsələn, romantik. Düzdürmü? Sonra birində deyək ki, məsələn, satirik. Satirik şeir. Necə şeir? Axırda satirik. Axırda. Bir də satirik. Kimdir satirik? Kimdir ki satirikimiz? Bir dənə satirik. Mirzə Ələkbər Sabir məsələn, satiriklərimizdən biridir. Yaxşı. Yoxsa mənası dəyişir də. Dimdik. Başım. Burada isə bunlara biz amonim demirik. Niyə amonim demirəm? Şaxta söz nə? Çünki deyilişlər eyni deyil. Bir də şaxta dedim, bir də şaxta dedim. Mən eyni demədim axı. Belə. İkincisini deyəcəksiniz ki, paronimlər. Paronim, parol sözünə yadda saxlayın. Bir hərfi ya azdır, ya çoxdur, ya dəyişib hərfi. Ona paronim deyirlər. Paronim. Məsələn, deyək ki, paronimlərə aid. Məsələn, servis. Sonra deyirik bura ki, atlas. Sonra deyirik sənəd. Sonra deyirik ki, əsir. Sonra deyirsən əsir. Bunlar nə sayılmır? Amonim sayılmır. Niyə sayılmır bunlar amonim? Çünki yazılışları eyni deyil. Yazılışlar eyni deyil. Üçüncü, amonim sayılmır. Amma formlar. Form sözü var orada. Forma. Valiyə da saxlayın. Çünki mənim bunlar, belə deyək də, bunlar yadından çıxırdı mən. Mən özümdən getirdim. Mən güclü yaddaşım yoxdur açıq özümdən. Mən yadından çıxır. Mən həmişə əlaqələndirirəm neysə özümdən də.
ya anlamaq üçün onunla əlaqələndir. Mən baxıram ki, homoqraf. Deməli, bu ya vurğunu sözün yazılışına görə edirəm, tələffüzünə görə məsələn, yazılışına görə. Bu biraz çəşdən. Vurğu, homoqraf. Bir dənə bunu yadlasam, vurğu yazılışa görə, fonetik təhlildə yazılışa baxırlar, onu homoqraf deyirlər. Paronim, parol sözünü yadda saxlayıram, bax belə. Bir dənə hərfdə problem yaranır. Sonra, amma formula isə başlanğıc formalarına görə eyni olmayanlar deyirlər ki, homoformlar. Məsələn, başlanğıc forma gəlincəki dərsimizdə deyək ki, məsələn, külək əsir, deməli, o, indi bir dənə inversiya edirəm də, düşüb, əsir. Cümlə tərsinə var. O düşüb əsir. Külək əsir olanda, uşaqlar, kök və şəkilçi ayıranda, nə edir külək? Əsir. İrdəki qrammatik şəkilçi. Başlanğıc forması nədir? Qrammatik şəkilçi harada başlanır? Oraya qədər başlanğıc forma deyirlər. Əsdir onun başlanğıc forması. O düşüb əsir. Nə düşüb? Əsir düşüb. Birbaşa kök. Birbaşa kök əsir sözü. Başlanğıc forması da elə əsir. Birinin başlanğıc forması birinin əsir. Nə olsun ki? Olmur. Ölçüm alınır. Yəni, amma form odur. Bir dənə də dördüncü, amonim sayılmayanlar otur rahatdır. Xüsusi isimlər var. Yer, insan adları var. Məsələn, deyək ki, Arazla idi. Sonra nə var idi bunlardan? Yasəmən var. Qızıl gül var. Adamlar qoyurlar. Amma onlar amonim sayılmır. O dörd yaz. Xüsusi isimlər. Deyirəm ki, məsələn, Araz çayın adı, bir də Araz insan adı. Niyə amonim deyil? Başqadır mənalar. Başqadır? Yox, başqa deyil. Yox, çünki hər ikisinin addır mənası. Mənaları nə olmalıdır? Müxtəlif. Araz insan adıdır. Ad. Düzdür. Araz sözündəki mənası nədir? Ad. Qutarı getdi, ad. O birisi istəyir insan adı, o istəyirsən çay adı, o istəyirsən dəniz adı, o fərq eləmiş. O addır da yəni, düzdürmü? Mənalar müstəqil, eyni olacaqdır. Ona görə onlar amonim sayılmır. 4 dənə məsələni yadda saxlayırsınız ki, amonim götürməyəcəksiniz siz. Yəni amonimlər sırasından xaric edəcəksiniz onları. Yaxşı, keçdik sinonimlərə. Sinonimlər məsələsinə keçək. Yazılış, deyiliş başqa-başqa fərqli, mənalar isə eyni olanlara sinonimlər deyilir. Sinonimləri biz, bax, məsələn, deyək ki, qaçmaq, yürümək. Rahatdır da, yəni tapmaq. Axşam, gecə. Rahatdır da tapmaq bunu. Düzdürmü? Sinonimlər vacib qayda. Eyni nitqəsi olur. Elə burada da səhv edirik biz. Sinonimlər eyni nitq hissəsinə aid olur. Nitq hissəsinə aid olur. O vaxtı ziyadə insan səhv eləmişdi OTK-nın sınavında, yoxsa Amid eləmişdimi? Yoxsa Ayxan eləmişdimi? Ayxan var idi bizlə. Hansınız da eləmişdi? Sinonim aid, bax buna aid bir şeydir. Sinonim idi variant, amma nitq hissələrinin fərqli etdiyinə çıxmamışdı cavab. Hər kəsin yadından çıxmayan yadından. Nəsə bir şey var, sinonimə aid olan məsələ idi axı. Deməli, aid olur. Bax bu var, bu elə bir ki, çox vacib məsələdir. Çünki sinonim rahat bir şeydir. Sinonim kim bilmir ki daha? Sinonim eyni mənası olan başqa-başqa yazılan sözlər. Və sana da səhv edir. Şirin, şəkər. Kal, deyəsən bu idi, kal yetişməmiş. Yoxsa Ayxan səhv edilməyib. Dəyə yadımda deyil. Axı o sınavda idi, yetişmə. Sən səhv eləmişsin. Anton Mil. Orada hanı? Belə, karikatür yollar. Necə yollar? Bunlar eyni məna verir. İkisi də düzdürmü? Şirin, şəkər eyni mənadır da. Şirin azı nitq hissəsidir. Şirin alma. Necə alma? Şəkər alma deməyəcəksin ki daha. Düzdürmü? Şəkər nədir? İsim. Nə? Şəkər. Bu sayılmırsın. Kal nədir? Kal meyvə. Sifət. O birisi bəs?
Fe'li sifət. Fe'li sifət. Fe'li sifət. Bu fe'ldir, bu sifətdir. Bu nətər sinonim olsun? Olmaz. Bu nədir? Eyni ikisi olsun. Eyni. Eyni olmazsa yox. Daha o sinonimiz deyil. Bildin mi? Başqa belə sözlər var, ağlıma gəlmədi. İkisini bildim yazdım sizin üçün. İndi sinonimlərdə uşaqlar, sinonimlər yersiz təkrarların qarşısını alır. Bunu yadda salın. Sinonimlər yersiz, yaxud da yerli fərq eləmiş. Yersiz təkrarların qarşısını alır. Alır. Yəni, eyni sözü çox istifadə eləməyə qoymur da sinonim. Sinonim deyirsən axı. Buraya yazırsınız ki, mütləq sinonim. Mütləq sinonim. Buraya yazırsınız ki, nisbi sinonim. Nisbi sinonim. Mütləq sinonim həmişə sözünü yadda saxlayın. Həmişə bir-birini əvəz edirsə o sinonim, o mütləqdir. Bəzən bir-birini əvəz edirsə, o nisbi sinonimdir. Məsələn, bax, siz deyirsiniz ki, bu da mütləq sinonim deyək, yəni bir-birini əvəz eləsin də. Çətin. Çətin, mürəkkəb. Mürəkkəb. Eyni mənada yaxşı yazmadım. Bu bir-birini əvəz elə, çətin günlər, mürəkkəb günlər. Alınmadı elə biləsin. Nəsə problem oldu desən, mürəkkəb günlər. O tərəfə aid. Ürəklə qəlb. Ürək. Həkimə deməyəcəksən ki, qəlbim ağrıyır. Məsələ ondadır. O aid olacaq. Ürəklə nə olaraq? Yox, o hamısı buradadır, bu sıradadır. Olar o sıradadır. Bura çətin mürəkkəb yazmayayım. Bəs nə yazaq ki, sinonim yazaq ki, həmişə bir-bir yerində işlənə bilirlər. Aha, olar. Olar, sən yaxşı başın işləyir. Deməli, belə yazaq bura. Oturmaq, əyləşmək. Bunu nəfs getirməyin də, bunu demirik ki, müəllim, burada bəzi bir nümunə var ki, bu şey eləmiş, nədir adı? Bir-birini əvəzləmiş. Bir-birini məsələn deyək ki, həmişə bir-birinin yerində işlənə bilirsə, adına bax, mütləq. Mütləq sinonimdir. Bəzən bir-birinin yerində işlənə bilirsə, məsələn deyək ki, amil deyən sözdən ürək, qəlb, bunu görəcəz. Ürək, qəlb, bir də ki, könül. Bax, bir qıza ürək verdim, qəlb verdim, könül verdim deyə bilirsən, amma ancaq ki, bu şey olub gəldi. Həkimə gedəndə qəlbim ağrır, könlüm ağrır deyə bilmirsən. Ona görə də belə deyil. Nə qədər qalır? Bitti? Antonim. Bir dənə antonimdə bir cümlə deyimsə. Yaxşı, iki dənədən səmərlə keçirək. Antonim. Antonim. Antonimdə əks mənalı sözlərdir. Burada da ən vacib məsələ diqqət edəcəksiniz ki, antonimlər eyni nitq səsi olsun. Antonimlər eyni nitq hissələri olmalıdır. Nitq hissələri olmalı. Sonra diqqət edirsiniz ki, kökləri eyni olan sözlər antonim deyil. Kökləri eyni olan sözlər antonim deyil. Məsələn, gəlir, gəlmir. Hər ikisinin kökü gəldi də. Düzdürmü? Dadlı, dadsız. Bu antonim sayılmır. Yadda qalar. Yaxşı. Leksiyologiya haqqında bu qədər. Bir-iki mövzumuz qaldı. Onlar da ki, özünüz oxuyarsınız.